Toyota hal-hazırda qlobal şəkildə bu məsələ ilə mübarizə aparmağa çalışır. Çünki bir brendin adından saxta məhsullar, qeyri-orijinal məhsullar bazara daxil olur. Azərbaycanda əqli mülkiyyət agentliyi var və Toyota rəsmi qaydada bu prosesi keçib və yalnız bu qablaşdırmada Toyota adından ehtiyat hissələrini satmaq hüququ Toyotanın özündədir. Amma indi bu bazara da bu məhsullar daxil olur və artıq bir neçə dəfə tutulub, məhkəməyə verilib. Toyota artıq beynəlxalq səviyyədə bununla mübarizə aparır ki, onun adından, onun loqosu altında heç bir ehtiyat hissəsi satılmasın. Çünki müştərilərdə inamsızlıq yaradır bu və yaxud da avtomobildə hər hansı bir texniki problem yarada bilər. Deyək ki, əyləc qəlibləri. Bu əyləc qəliblərinin tərkibində o qədər maraqlı kristallar, elementlər var ki, onların yeyilmə prosesi ətraf mühitə ziyan vurur. Amma qeyri-orijinalın yeyilmə prosesi həm ətraf mühitə ziyandır, həm avtomobilin özünə, həm də tormuz məsafəsinə. Bunu mən Toyotanın özünün rəsmi saytında video materiallardan izləmişəm ki, əslində proses necə baş verməlidir? Yəni əyləc qəlibləri necə yeyilməlidir? Normal yeyilmə və anormal yeyilmə. Və bu qeyri-orijinal mallar anormal yeyilmənin nəticəsidir ki, biz bəzi mağazalardan yenə də orijinal adı ilə bunu alırıq, amma baxırıq ki, əslində orijinal deyil. Saxta yağ filtrlərinin ziyanını, birbaşa mühərrikə ziyanı nədən ibarətdir? Saxta yağ filtri yağın tam olaraq təmizlənməsini həyata keçirə bilmir. Nəticədə zərərli maddələrin mühərrikə keçməsi baş verə bilir, mühərrikdə yarana bilir və mühərrikdə həmin yağ daha tez qaralır. Yəni biz bunu el dilində desək, sadə dildə mühərrikin yağı daha tez qaralır. Və eyni zamanda bizim ötən ilki həmçinin araşdırmalarımıza görə də ölkədə ehtiyat hissələrində daha çox tələb olan əyləc bəndləri həm saxta daha çox satılıb, həm də tələbat daha çox olub. Əyləc bəndləri ilə yanaşı benzin filtrlərinə də ötən il ərzində daha çox yanacaq filtrinə tələbat olub və həmin yanacaq filtrlərinin də orijinal olması olduqca vacibdir. Bu da yanacağın işlədiyi zaman mühərrikə vurduğu ziyanı qat-qat ola bilər, daha qat-qat ziyan verə bilər. Ona görə çox ehtiyatlı və diqqətli olmaq lazımdır. Orijinal ehtiyat hissələrini almağı biz tövsiyə edirik. Gömrük orqanları tərəfindən tərkibində əqli mülkiyyət hüquqlarının obyektləri olan mallar üzərində mütəmadi qaydada gömrük nəzarətinin həyata keçirilməsi və hüquq sahiblərinin gömrük sərhədindən keçirilən tərkibində əqli mülkiyyət hüquqlarının obyektləri olan mallara dair hüquqlarının qorunması təmin edilir. Bu baxımdan hüquq sahiblərinin Dövlət Gömrük Komitəsinin tərkibində əqli mülkiyyət hüquqlarının obyektləri olan malların reyestri sisteminə müraciəti əsasında müvafiq eyniləşdirmə məlumatlarının onlar tərəfindən gömrük orqanlarına təqdim edilməsi zəruridir. Gömrük Məcəlləsinin 287.1-ci maddəsinə əsasən tərkibində əqli mülkiyyət hüquqlarının obyektləri olan malların pirat və ya kontrafakt olması əlamətləri aşkar edildikdə, gömrük orqanları həmin malların buraxılışını dayandırmaq hüququna malikdir. Dövlət Gömrük Komitəsi həmçinin bildirir ki, tərkibində əqli mülkiyyət hüquqlarının obyektləri olan mallardan qanunsuz istifadə Azərbaycan Respublikasının İnzibati Xətaları Məcəlləsinə və Cinayət Məcəlləsinə uyğun olaraq inzibati və cinayət məsuliyyəti yaradır. Bizdə də bilirsiniz ki, əsasən də Azərbaycanda mən avtomobili satacam deyə bir anlayış var. Hər kəs onun üzərində qurur ki, uzağı bunu mən bir il sürərəm, ondan sonra sataram. Nəyə görə də orijinal ehtiyat hissəsini mən aparıb 100 manat verməliyəm. Bunu ondan sonra A-klas malla 50 manata, hətta Çin malı ilə və yaxud da ki, ən zirzəmilərdə düzəlmiş ehtiyat hissələrini alaram 20 manata üzərinə qoyanam da. Nəyə görə də 100 manat verməliyəm. Amma bu da heç bir halda qəbul olunan deyil. Çünki Azərbaycanda bugün 5 cür firma malları var. Hamısı da ki, həddən artıq zərərlidir. Heç elə mən misal üçün götürək ki, mühərrik hissədən götürürəm. Mühərrikdə bizi məcbur edirlər ki, xeyr, orijinal ehtiyat hissələri ilə istifadə etməyin. Çünki bundan avtomobilin mühərriyi gəlir 5000 manata gəlir. Amma hansı ki, başqa firma malları ilə 3000 manata gəlir. Bir pilləkəndə aşağı götürsək, ondan da 1500-2000 manata başa gəlir. Sürücü bunu hesablayır ki, mən burada 2000 manat zərərə gedirəm. Amma heç də elə deyil. Çünki avtomobildə, mühərrikdə işlənən hissələr mütləq ki, orijinal olmalı ki, ən azından bu 50-100 min kilometr zəmanət alınsın. Xüsusən avtomobil bazarı yaxınlığında olan dükanlarda bu saxta hissələri satan zaman bir qayda olaraq rəsmi kassa çeki vermirlər. Onun nümunələri də bizdə var. Yəni ciddi vergidən gizlənmə var bu məsələlərdə və şübhəsiz ki, bunlar, bu saxta hissələr istehlakçıya təkcə necə deyirlər, maliyyə ziyanı vurmaqla
qurtarmır. Avtomobillərdə ciddi problemlər yaradır, hətta qəzalar baş verir və s. Məsəl üçün bizim ofisimizdə əyləc yastıqları var. Əyləc yastığının avtomobil üçün nə qədər əhəmiyyətli olduğu məlumdur. Onun saxta variantı da var, orijinal variantı da var. Əlbəttə, saxtanı qoyanda çox ciddi problemlər ola bilər. Biz bütün bu məsələlər barədə dövlət orqanlarına qarşı məsələ qaldırdıq. Dükanların yerini göstərdik, dövlət orqanlarına müraciətlər etdik, bütün dövlət orqanlarına. Dövlət orqanları reaksiya verdilər. Hazırda Azad İstehlakçı Birinin dəstəyi ilə məhkəmə iddiasını qaldırmaq üçün iş gedir. Əyləc qəlibinin içərisinə bəzən baxırlar, bilirlər ki, bunun misidiyi çoxdur. Bəzən də həmən onun həddən artıq çox olması gürültüyə səbəb ola bilər. Amma az olması isə onun intensiv əyləcləmə zamanı qızmasına səbəb ola bilər. Burada biz əyləc sistemindən daha çox danışdıq. Burada əyləc mayeəsinin də önəmi var. Deməli, qızma nəticəsində əyləc mayesi əgər keyfiyyəti aşağıdırsa və biz onu vaxtında dəyişməmişiksə və mən onu sizə tam əminliklə deyə bilərəm ki, Azərbaycanda çox az adam əyləc mayesini vaxtında dəyişdirir. Əyləc mayesinin dəyişilməsi demək olar əksər şirkətlərdə hər 2 ildən birdir. Çox adam deyəcək ki, mən avtomobili sürməmişəm, mən niyə əyləc mayesini dəyişməliyəm? Qaldıqca da keyfiyyətini itirir. Bəli, o qaldıqca o qidroskopikdir. Havada olan rütubəti özünə götürür və onun qaynama temperaturu aşağı düşür və suyun qaynama temperaturuna yaxınlaşır və bizim əyləc sistemi hidravlik sistemdir. Amma orada qaz qabarcıqları əmələ gəldikdə bu artıq olur pnevmatik sistem və görürsən ki, əyləci basırsan, görürsən ki, artıq o yəni avtomobili saxlamadır.